Dünya sözün həqiqi mənasında bəzəkli bir səhnədir. Görərsən, adətən bir tamaşa hazırlananda o səhnə üçün bəzək, nələrsə insanların diqqətini çəkmək üçün nələrsə edilir. Göz oxşayır və eyni zamanda da könül çəkir. Yəni onun bəzəyi, zinəti insanın gözünü oxşayır, könlünü də özünə çəkir. Amma baxmış olsaq, bunun cazibəsi dünyanın cazibəsi. Doğrudan da çox güclüdür, çəkicidir, insanı özünə cəzb edir, özünə çəkir. Amma özü keçicidir, qalıcı deyil. Yəni bu dünya zinətləri insanı özünə çəkir, amma qalıcı deyil. Əslində o bir körpüdür. Bu dünya bizim üçün bir körpü. Necə? Məsələn, rayon yerlərində olanlar daha yaxşı bilər də. Arx üstündə, kanal üstündə, məsələn, körpü olanda bu tərəfdən o tərəfə keçirsən. Əslində dünya da bizim üçün bir körpüdür. Bu dünyadan o biri dünyaya keçid üçün.